Sevərlər, hər birinizi xoş gördük. Bugün faiz bölməsində məhlul məsələsinə dair bir sualın izahatını verəcəm. Bu sual buraxılış imtahanı üçün nəzərdə tutulmuşdur. Gəlin baxaq sualımıza. 80 qram 2 faizli yod məhluluna nə qədər 5 faizli yod məhlulu əlavə etmək lazımdır ki, məhlul 3 faizli alınsın. Gəlin bu misalı iki usulla yazaq. Birinci usul. Birinci usul. Birinci bizə belə bir qayda var ki, deməli, M kütləli, M kiloqram, A faizli, üstə gəlsin M2 kütləli, burada M1 olsun, B faizli bir məhlulu qarışdıranda belə bir məhlulu M1 vurulsun A, üstə gəl M2 vurulsun B, bölünsün M1 plus M2 bərabərdir məhlulun qatılığı C faizdir. C faizli bir məhlul alınır. İndi burada da 80 qram 2 faizdir. Yəni 80-i vurarıq 2-yə. Digəri 5 faizdir. Nə qədər 5 faizli məhlul qarışdırmaq lazımdır ki, yəni 5 faizli vur A bölünsün 80 plus A. Yəni ikincinin kütləsi məlum deyil. Bərabərdir 3 faizə. Burada 3-ün məxrəcinə 1 əlavə etsək, bunu tənasib şəklində sadə bir şəkildə yazaq. 160 üstə gəlsin 5A bərabərdir 140 üstə gəlsin 3A. Onda 2A bərabərdir 80-ə. A bərabərdir 40 qram. Deməli, birinci sualın cavabı E variantı. İndi ikinci usula keçək. Tutaq ki, bu düsturu bilmirik. Başqa usulla yazaq. Başqa usulla yazmaq üçün burada qırağda yaza bilərəm. Deməli, 80 qram deməli 2 faizli məhlul və A qram 5 faizli məhlul deməli və bunlar qarışdırılıb 3 faizli məhlul alınıbdır. Deməli, biz nə edirik? 80-in 2 faizini tapırıq, bölürük 100-ə bərabərdir 1,6 qram yod. Gəlsin A-nın 5 faizini tapırıq, bölürük 100-ə bərabərdir 0,5 qram. 0,5 A qram yod. Və bu ikisini qarışdırırıq, yazırıq 1,6. Gəl 0,5 A bölünsün 80 üstə gəl A. Yəni ümumidə bu yodların miqdarı bərabərdir 3%. Yəni 3 faizli bir məhlul alınmışdır. Bunu da həll eləsək, bunu da aşağıdakı kimi həll eləsək, deməli, yaza bilərəm ki, tənasüblə, deməli, 160 üstə gəlsin 5A bərabərdir 240 üstə gəlsin 3A. Buradan da A-nı tapsa A bərabərdir 40 qram olmuş olur. Yəni eyni bir məsələnin bir var hazır düstura əsasən və düstursuz yaza bilərik.